Salam aleyküm, xoş gördük sizləri dostlar. Umarım ki, yaxşısınız. Mən bir neçə dostu dəvət edeyim. Sonra dərsi başlayaq və umarım ki, faydalı dərs olsun. Və al hərfində olan dostlarımızı çağıraq, sonra başlayaq dərslərə. Bəlkə ki, cəlibdir bu əlifba üzü ilə gedəndə görürəm ki, bəzi hərflərdə məsələn, şi hərfində, şin ya ş hərfində bizim türkcə ad çox azdır. Məsələn, dal hərfində türkcə ad çox-çoxdur. Yəni, farslardan çoxdur və bu çox cəlibdir. Yəni, bu dərsin heç olmasa bir faydası olsa budur ki, adam bəzi, mən özüm şəxsən burada axtaranda adları bunu axtarırım. Görürəm ki, bəzi hərflər fars dilində adın başlaması bəzi hərflərdə çox gəlir. Türkdə o hərflə ad başlama çox azdır. Bu göstərir ki, bəlkə də onlar farsdan gəlmədirlər və fərhəngin də təfavütün fərqini göstərir. Hər halda bir də salam ərz edeyim xidmət sizə. Dərsimiz jurnalist dərsi 38-ci günü Azərbaycan Milli Fəallar üçün başlayıram. Hədəfli danışıq. Müsahibənin, bilirsiniz, adı danışıqdır. Əlbəttə, suxənranlıqla danışığın, müsahibənin fərqi var. Müsahibə ya interview. Interview daha gözəldir İngiliscədə. Çünki view yəni açı, zaviyə. Interview yəni zaviyələr bir-birinin içində. Görüşlər bir-birinin içində. Yəni interviewda bir nəfər soru soruşur, onun baxış açısı var. Bir nəfər də ona cavab verir, yox ən azı. Bəzən görürsünüz ki, bir nəfər 5 nəfərdən sual soruşur, ya 5 nəfər bir nəfərdən sual soruşur. Və bəzən görürsünüz ki, 30 nəfər 5 nəfərdən sual soruşur. Yəni interview çox olur. Açı. Umarım ki, bəlkə bizim türk dostlarımız, türkçü dilsi dostlarımız müsahibəyə bir şey qoyarlar. Bir muadil çıxardarlar. Çünki müsahibə söhbət sözündən əgər olursa, ya dostluq sözündən olursa, heç birisi deyil. Interview bilirik ki, bəlkə də bu dostluq sözü ki, sahib sözündən ola, müsahibə də ondan ola. Sahib də çox hindi sözə bənzənir orada, yəni rəis böyük, ya nə bilim, müsahib də bilirsiniz də, yəni o adam üçün məndən rəfiqdir məsələn, yol yoldaşıdır, nə bilim, belə bir şey. O halda ki, müsahibənin anlamı deyil. Müsahibənin anlamı budur ki, təzad fikri var. Fikirlərin bir-birindən ziddiyyəti vardır. Hər mövzuda olur olsun, mühüm deyil. O ziddiyyəti göstərmək istəyir.
Bunun üçün İngiliscədə interview baxışların bir-birinə girməsi, yəni mütəzad baxışlar. Bəlkə biz buna yeni bir sözcük lazım olacaq, bunu sığadaq. Çünki müsahibəni o cür anlananda ki, ya rəis, hindilərdə sahib, yəni böyük rəis, Əfqanistanda da əlbəttə işlənir, Pakistanda da işlənir. İranda da bəzi ədəbiyyatda işlənir, xüsusən televizyonda da görürsünüz ki, sahib nəminə deyəndə onlar da işlədirlər. Amma hətta dost anlamında da olsa, müsahibədə dostluq yoxdur. Dostluq anlamı gələndə siz ondan doğru sual soruşanmazsınız, propagandaya keçərsiniz. Dostluq anlamı yoxdur. Təzad, fikir təzadı var, fikir ziddiyyəti var, baxış açı fərqləri var. Bu açı fərqləri biri soru ilə, o birisi cavabla qoyur ortaya. İntervyu beləsi olur. Onun üçün biz gərək bu müsahibəyə hətta diyalog deyil. Görürsünüz, baxın, diyalog, yeni danışıqlar. Yəni, insanlar, bir neçə insan bir-biri ilə danışırlar. Ola bilər bir-birlərini təyid edirlər. Ola bilər ki, heç vaxt bunlar bir-birlərinə ziddi nəzərləri olmaya bir mövzuda, amma danışırlar. Bəli, intervyu baxış açısı, dexaləti bir-birinə. Baxış açısının ya baxış açılarının bir-birləri ilə təması mətrəh olur. Onun üçün bu müsahibə ilə, dostluqla, ya danışıqla, ya diyaloqla fərqlidir. Umarım ki, dostlar buna baxsınlar və desinlər. Onun üçün də mən fikirəm ki, İranda ittifaqən illətidir ki, bunları biraz bir vaxt gəldim. Buydu ki, Dökür Pirniyan, adımda deyil, o çox yaxşı bir mühəkkikdir. Biraz da solçu idi bir zamanlar, indi elə solçuluq əlbəttə var. O gözəl bir mühəkkikdir, şuurlu bir mühəkkikdir, heç olsa mühəkkikdir. Mən demirəm, reysistdir, pan-farsistdir, pan-iranistdir, orasını demirəm. Sadəcə yaxşı bir mühəkkikdir. Onun Pirniyan adın sonralar yadıma düşsə deyərəm. Bunun bir danışığına qulaq asırdım ittifaqən əl-an. Dəqiqən yetişibdir bu ki, mən dediyim nöqtəyə ki, İranda təqlididir elm. Bunun üçün elmə çevrilmir. Gözəl danışıbdır, özü də deyir ki, mən bunun ziddini hərəkət eləmişəm. Bilirəm də ki, o cürsün, çünki onun işlərində təhqiq hesab olunan işlər. O zaman ki, biz danışçıydıq, o Əllamı Təbatabayda dərs deyərdi iqtisad danışığında, danış yerəsində, amma hər halda mən səadətim olmadı, ondan dərs oxuyam. İndi fikir edirəm ki, o deyir ki, biz bir əsrdə, məsələn, Əshab-ı Kəhfət işarə eləmir, amma Əshab-ı Kəhfin misalı olur ki, bizim camiəmiz 300 il yuxuya gedir, komiyə gedir, yuxuya yox, 300 il komiyə gedir. O 300 il, hangi 300 ildir, niyə gedir komiyə, orasını danışmırsa. Amma misalı belə vurur ki, 300 ildən içində yuxular görür. Yuxudan ayılanda, yuxunu da öz dilində görmür, diqqət buyurun buna. Yuxunu da öz dilində görmür, bir ayrı dildə, Avropai bir dildə, yəni İngilisdə, Fransada, Almanada, Rusiyada, belə bir dillərdə bir yuxular görür. Sonra yuxudan ayılanda, bu o komada idi, komadan yuxudan ayılanda, o yuxu ki görüb komada, onları da qırıq-qırıq yadına gətirir. Yəni oradan-buradan bir şey yadına gətirir. O da bir ayrı dildə yadına gətirir ki, o dili bilmir. Gedir, istir bu dili düşünsün, müraciə edir, dikşilərini açır, sözlüyü açır, sözlüdən baxır ki, bu nədir, bu nədir? Baxmır ki, hangi kontekstdə və bu dilin o kontekstdə mənası nədir, düşüncəsi nədir? Onun üçün də qələt bir mənalar edir. Mən fikirəm, İranda da müsahibə sözü, intervyu sözünün dəqiqən qələt anlamıdır. Əslən, bu mənada deyir intervyu. Və bunun üçün də demək olar ki, intervyu anlamında deyil. Yəni, intervyuda olan anlam budur ki,
müsahibə eləyən gedib onun qabağında yer alma kimi bir nəfərin qabağında oturmur ki, o nə desə bu da qəbul eləsin. Münfəil deyir, bəlkə faildir. Hətta təfaül babından da hər iki tərəf bir-birlərin challenge çəkirlər. Mən istəyirəm onun fikrini açıqlayam, ya onun düşüncələrini açıqlayam, ya onun rəftarını açıqlayam. O da istəyir özünü difa eləsin, ya fikrini çox açıqlasın, ya mənim əksimə olan fikirləri desin, beləsi olur. Amma İranda müsahibə əslində münfəildir. Bir nəfər faildir, danışır, hər kəs olur olsun. Bir dana idarə rəisidir, bir dana ustad danışqahdır, filandır. Mən də burada isfənc kimi, o əbr kimi ki, qoyarlar suyu çəkir. Fəqət o suyu çəkirəm, gətirirəm, yayıram ruznamədə. Buna deyirlər, onun üçün İranda mətbuatda yaxşı bir fikir yoxdur. İranın mətbuatında fikir yoxdur əslində. Hamısı propagandadır. Ya bir dövləti şəxsi propaganda edirik, ya bir ustad danışqahı propaganda edirik. Gördünüz, mən burada bu adamı propaganda edirdim ki, nədir? Yaxçı mühəqqqiqdir filan da özündə oxumamışam. Hardan bilirsən yaxçı mühəqqqiqdir oxumamışam? Bu propagandadır. Eşitmişəm. Kitablarını oxumamışam da laxəlqiyəm. Buna deyirlər propaganda. O zehniyyət ki, məni belə tərbiyyət eləyibdir, buna deyirlər. İndi, müsahibə bəhslərində danışırıq və ikinci bölümdə müsahibənin üçüncü qisməti olacaqdır. Onun üçün, mən bunu görsün yazmışım, hədəfli danışır. Müsahibə nədir? Müsahibə budur ki, əvvəl gərək mövzu, müsahibə bəlli olsun. Mən icazənizlə bir durum ayağa və görüm ki, burada nə eləyə bilərəm. Müsahibənin mövzusu bəlli olmalıdır. Məsələn, mövzu nədir? Deyirik ki, məsələn, nə deyək? İxtilasın anlamı qanunda nədir? İxtilasın özü nədir? Yazırıq ixtilas. İstirik mövzunu seçək da. Bəs mövzu, müsahibə ixtilas olur. Sonra deyirik ki, bu ixtilas yəni nə mənə? Gərək özümüz gedək, təhdid edək. Kitablardan, ruznamələrdən. Məsələn, İranda yox, biz gedək gərək ruznamənin arşivinə, ya gedək bir kitabxanaya, orada kitabları açaq. Əvvəl baxaq görək ki, məsələn, indi biz internetdə yox da, internet əsridir, heç o qədər də ehtiyacı yox ki, kitabxanalarda çox da özümüzə əllaf edək. Onun üçün də mən kitablara əlbəttə bir işarə edeyim, buna görə ki, elmi bir bəhsədə, elmi gedək qıbağa. Gedirik kitabxanaya və kitabxananın o listi olan şeyə gedirik. Orada əlifin üzü ilə ixtilas, ixt kəlməsində başlayan hərfə gedirik. O çəkməcəni çəkirik, içindən çıxarırıq. Başlayırıq görək ki, ixtilas kəlməsinin hangi kitabda var. Mövzui axtarırıq. Yazıda qalsın, kitab adını axtarmırıq. Mövzui axtarırıq. Çünki məsələn, mən bilmirəm, İranda ixtilasa görə kitab vardı və olsa da bir ya iki danadır. Onun üçün gərək mövzui axtaram. Yəni, kitabların hərəsində mümkün bir səfər, 10 səfər, 1 paragraf, 5 paragraf, ya 100 paragraf, ya kitabın yarısını ixtisas veriblər ixtilasa. Axtarıram ixtilası hangi kitablarda var? Adlarını yazıram, şumarələrini yazıram, sonra kitabxanadan gedirəm, otururam, səfəsini tapıram, hangi səfədədir? O səfələri oxuram, oradan özümə yaddaş götürürəm. Yaddaş da Türkçədə, yəni xatirə, memori, Farsıda yəni yazmaq. Yaddaş da hər halda. Yazı yazıram özümə, not götürürəm. Ondan sonra bu notları baxıram, görürəm ki, ixtilas yəni nə mənə? İxtilas fəqət, ixtilasın müxtəlif şaxələrini ayırırlar. İndi məsələn, bu işi görmədik üçün də eləyə bilmirəm sizə deyəm ki, ixtilas neçə cürədir.
Əlbəttə birlikdə bir şeylər bilirəm. Yəni biraz mütaliəm vardı, biraz müsahibələrim vardı, falan vardı. O həddə bilirəm. Yəni. İndi ondan sonra ki bunu biraz bildik, gəlirik case study. Mövzunu kitablardan, yəni təhqiq kitabxanaya elədik. Bəs birincisi buydu, mövzu. İkincisi təhqiq kitabxanayı. Üçüncüsü, bağışlayın, bu ikinci olacaqdır. Əvvəl mövzu. Birinci mövzuydu. İkincisi təhqiq kitabxanayı idi. Üçüncüsü case study. Yəni moridi, mütaliə moridi. Bunun harda üz veribdir? Deyirik ki, məsələn, case study. Mən burada study yazmıram. Case study, yəni görək harda olubdur. Gedirik mətbuata, burada müraciə edirik. Arşiv və mətbuata, bir-iki dənə ruznaməyə. Məmulən bu cür ki, ruznamələrin arşivində icazə alsaz, girə bilsəz. Bir daha ixtilasın, mən ixtilasın şeyini istəyirəm. Case'in, pərvəndəsini. Ruznamələrin bir çoxunda belədir ki, ruznamənin bir qisməti vardır, ruznamələri alarlar, onu kəsərlər, hər ruznamədən neçə dana yaxud kupa elərlər. Məsələn, ixtilasa görə olan hər gün hangi ruznamələrdə mətləb çıxdı, onu yığarlar bir dana puşənin arasına. İndi o qalıb puşə 10 dana ola bilər, ya bir dana ola bilər. Gedirik oradan alırıq, baxırıq ki, görək tarixi ixtilas İranda ya Cumhuri İslamidə ha zamandan başlanıb, haradan gəlibdir, nədir onlarla rəftar olunubdur, dadgah neyiniyibdir, adamlar neyiniyiblər, mal nədir olubdur, filan bəhman, əsən bunun başına nə gəlibdir? Bu da olur case study. İndi ondan sonra gəlirik, deyirik ki, bəs burada vuracam 4. Deyirik ki, çox şuluq görsənir, amma da neyinəmək? Yəni, mən nəcür edeyim, bunları silsəm sonra da tamam, dur buradan. Tamam, beləsi qoyaq ki, qatışmasın bir-birinə. Case study'mizi də elədik. Ondan sonra gəlirik, suallarımızı müşəxəs edirik. Ha, case study'də də yenə suallarımızı yazırıq, yəni notlarımızı götürürük, yazılarımızı yazırıq ki, bundan bir tarix zehniyyətimizdə olur. Bu zehniyyət nədir? Ondan sonra gəlirik, indi məsələn, kitabxanada ixtilasın tərifi, tərifi hüquqisi, tərifi ictimaisi, urf nə mənə deyirik, ondan sonra bundan qələti rayit nədir, yəni necə bunu biz iştibah düşünürük. Bu tür bir şeyləri bundan biz danışdıq və buradan çıxartdıq. İndi gəlirik sorularımıza. Bağışlayın, sorudan əvvəl geçin, mən şeyi yazım, sonra soruya geçəm. Hədəf. Hədəfimiz nə mənədir? İstirik ixtilasda nəyin üstündə danışaq? Yəni, ixtilas o qədər bir geniş bir məsələ olacaq bizə ki, bunu istirik elmi danışaq, istirik hüquqi danışaq, istirik tarixini danışaq, istirik dadgahlar bundan necə fərqli edir, onu danışaq, istirik görək ki, niyə, hangi təbəqədə çıxır, hangi ictimai təbəqələrdə mənzur, dövlətdə çıxır, ümumi yerdə çıxır, nə bilim, nizarət olanda çıxır, nizarətsiz yerdə çıxır, nizarətin nə qədər təsiri var. Yəni, burada, bu məsələdə biz onlardan müşəxəs mövzu edilə bildik, seçək, onun üstünə müsahibə aparaq, danışaq. Amma onun üçün gərək hədəf dəqiq olsun. Hədəf dəqiq olsun. Yəni, bəlli olsun ki, biz bu məsələdə istirik filan şeyi danışaq. Məsələn, indi mən özümdən misal vursam, geçənki diyaloqda əgər diqqət vursaz, silah-i sipah və məhdud saziyə توان تهاجمی نیروهای مسلح ایران بحثinde çok geniş bir alandır. Çok geniş. Yani eğer dikkat etsəydiniz,
Biz hətta məsələn yetirə bilmirdik ki, 3 dənə sualı soruşaq. Bəs naçarıq ki, məhdud edirik. Elmi təhqiq də budur ki, hər nə qədər, diqqət edin, hər nə qədər hədəfimiz bu mövzumuzda cüz'itər olsa, daha kiçik olar ki, onu çox açıqlaya bilək, belə elmidir. Belə faydalıdır. Hər nə qədər hədəfimiz geniş olsa, geniş hədəfdə nədir? İndi məsələn, mən deyirəm, geçən həftə biz o mövzunu götürdük. Onda hədəfimiz nə idi? Hədəfimiz bu deyil ki, gələk deyək ki, Sipahi Pasdaranın xəlq islahı olsun, olmasın, nəcür olsun, hangi zaman başlasın, falan bəhmur. Bunlar deyil. Çünki bu özü bir daha təxəssüsü bəhsizlə gedir. Bəlkə istirik bu fikri generalize eləyək, millətin içində yayaq. Millətin içində bu düşsün ki, bu bir dənə tabudur, bunu sındırmaq olar, danışmaq olar ki, Sipahi Pasdaran xəlq islahı olsun, İrhai Müsəlləh xəlq islahı olsun, ya İranın təhacümi gücü əlindən alınsın. Bu zehniyyəti yaymaq üçün o bərnamə gəldi. O bərnamə bunun üçün deyil ki, gələk deyək ki, yox, biz istirik hətmən məsələn bu fikri elmi açıqlayaq. İstirik o fikri görəsiniz ki, müvafiq müxalifi nədir? Və nə cür fikirdir, yavaş-yavaş qorxu tökülsün insanlardan ki, heç vaxt müqəddəs dəyi hər şeyi bəhs eləmək olar və bəhs elədikcə da açılar. Onun üçün bir generalize bərnamə götürürük. Məsələn, biz ixtilası, əgər bilmirik, sürüşətək ixtilası qoyaq ora, yəni məsələn, diyalogda gedək ixtilasa görə bəhs qoyaq ki, qoymuşuq. Onda deyirik ki, ixtilas qanunda nədir, ürfüdə nədir, elm, yəni danışqahlarda nədir, danışırlar buna görə. Hangi mənabə vardı buna görə, nə cür olur, nələr deyirlər, hangi zamandan başlayıb bunun tarixi, ixtilas nə zamanlar olubdur, əslən, məsələn, taza bir mövzudur, yox, qədimi bir mövzudur. Ondan sonra əxbara müraciə edirik, məsələn, keçən illərdə, bunu əlbəttə bəhsini diyalogda eləmişik. Keçən illərdə hangi zamandan başlayıb inqilabdan sonra, inqilab, yəni bilinənləri hətta. Çünki bəzi ixtilaslar əslən bilinmir. Əslən bilinmir. Çünki üstü örtülə bilir, ya çox gizli tutula bilir, ya məsələn, ixtilaslardan biri budur ki, deyir ki, mən məsələn bu pulu 24 saat göndərirəm sənin hesabına, 24 saatdan sonra qeyd edəcək. 24 saatdan sonra qeyd olaq, elə ki, 24 saat beyvaxt gedibdir xəzaniyə məsələn. Amma o 24 saatın içində ay çevrilir, ay çevrildiği üçün baxda bu adamın bir ay məsələn bir belə pulu varmış, onun üstünə bir belə mənfəət gəlir, adamın görürsən ki, çox bir, yəni bunlar hamısı ixtilasdır. Ondan sonra hədəfi ki, dəqiq müşəxəs elədik. Məsələn, biz istirik ki, niyə ixtilaslarda sistemi dəyişmirlər? Yəni, sistemi, hüquqi və dövləti niyə bununla belə ki, bir belə İranda ixtilas olur, bu sistemi, müdiriyyətini dəyişdirmirlər ki, bir nəfər bundan xilaf eləyə bilməz. Qanunu dəyişdiririk, sistemi dəyişdiririk. Tamam, həll olar. Müşkül budur ki, bu adamlara bir qüdrət verilib, bunları ixtilas edirlər. Biz istirik bu qüdrəti bunların əlindən alaq ixtilas eləyə bilməyələr. Biri budur ki, bu adamlara həqqləri olmasın, büdcəni istədikləri kimi oradan-buradan götürsünlər, buradan oraya işləsinlər, oradan buraya işləsinlər. Yox, hər büdcəni bir şey üçün nəzərdə alıb, orada gərək işlətməlidir, orada işlətməsən mücrimsən, oradan ayrı yerdə də işlətsən mücrimsən. Bu tardı olmazsa deyəsən, bu günləri mənim filan yerdə ehtiyacım var, bu pulu aparım orada işlədim, sonra gətirirəm bura. Elə bu da ixtilasdır. Tamam. Ondan sonra gəlirik, hədəfimiz müşəxəs olandan sonra gedirik 5 gedirik tuturuq nəzərdə. Kiminlə danışaq? Bu mövzuda mütəxəssis kimdir? Uzman. Uzman kimi gələcək? Uzmanlarda da gərək diqqət edək. Uzman əvvələn gərək, məsələn, bu mövridlərin birində heç olmasa uzman olsun. Yəni, ya ixtilası elmi bilir, bəhs elmi danışqahı eləyə bilər, ya ixtilası tarixi bilir, case study'lərin, ruznamələrin bizə deyə bilər, ya bizim əlbəttə bu hədəfimiz üstündə olacaq, ha? Yəni, bu uzmanı bu hədəfət üçün seçirik. Onun üçün bütün hədəfi indi mən burada yazmamışam nədir?
Gətiririk burada deyirik ki, məsələn, bu uzman gərək bu məsələni bilsin. Elə deyək ki, burada yazaq qanunda, hədəfi dəqiqimiz yazaq ki, məsələn, ixtilasın, mən bunu nə cür xilası yazım? İxtilasın yolları bağlamaq qanunu. Qanun. Mən elə burada yazım qanun. Təğyir qanun əslində yazım. Yaxşı, qanunun təğyiri, dəyişməsi. İndi biz gərək bir dana uzman tapaq ki, qanunun dəyişməsi haqqında olsun, təxəssüsü olsun. Yəni, biraz bundan bilsin, biraz bundan bilsin, biraz bundan bilsin, bəli bizim əsl hədəfimizə görə bilsin uzman. Əsl hədəfimiz nədir? Niyə dövlət bundan belə ki, məsələn, keçən 30 ildə ya 40 ildə yüzlər milyard tümən, yüzlər min milyard tümən bəlli olan ixtilasları bilə-bilə qanun qoymur ki, bu ixtilasların qabağı alınsın. Bu ola bilər bir dana ustad danışqah ki, müntəqiddir. Ustad danışqahı ki, yer almadı, onun sorağına getmədi. Çünki onun nəhayətdə budur ki, ya kitabı bizə deyəcəkdir, ya da elə bir şey deyəcək ki, nə ona dəysin, nə buna dəysin. Ya da ki, mənfəəti mümkün deyil ixtilaslarla birdir. Onun üçün bir nəfər tapacaq ki, ixtilas məsələsində müntəqiddir dövlətə və sistemə. Bu, ola bilər ustad danışqah olsun, ola bilər bir dana hüquqdan olsun, ola bilər bir dana məclis nümayəndəsi olsun, ola bilər bir dana opozisyonda bir adam olsun, əhzab-ı siyasidən biri olsun. Ki, çox bu ixtilas üstündə manor verir. Əlbəttə, İranda belə bir şey yoxdur, amma diyaqçı vardır. Ondan sonra gələcəyik 6-cı mərhələ sorularımız. Yəni, biz bu haqda, hədəfimiz haqqında ki, qanunu niyə dəyişdirmirlər, sistemi niyə dəyişdirmirlər ki, ixtilasın imkanı olmasın ya az olsun, sorularımızı yazacağıq. Sorularımızı yazanda, indi burada qutarır, sonra gələcək müsahibəyə də o ayrı. İndi mən bunları icazəsindən silirəm. Fəqət burada qalsın. Tamam. İndi bizim sorularımızı nə cür yazırıq? Soru mühümdür. Biz biraz elmindən bildik, mütaliə elədik, kitablarda gördük nə deyirlər, tərifi elmisi nədir, biraz case study elədik, biraz getdik, uzmanlarla, hətta buna görə ki, bir yaxçı müsahibə eləyək, diqqət buyurun, bunu da qoyun, əlavə eləyim, sonra gedək. Orada 5 dana oldu, 6 dana oldu, 7-cisi də budur. 7-ci də budur. Müsahibəyə pişşərt, piş-zəminə. Yəni, indi bunu türkcə necə yazaq? Yəni, öncül danışıq. Öncül danışıq, ya öncəl danışıq. Yəni, nə mənə? Yəni, bu ki, biz biraz kitablardan ölçəşdik, biraz tarixindən ölçəşdik, mətbuatdan, ondan sonra hədəfimizi müşəxəs eləmişik. Sorularımızda biraz müşkülümüz var. Bir dənə adam tapmışıq, məsələn, nümayəndə-i məclisdir. Ya bir adamdır ki, ixtilasın üstündə, məsələn, deyək ki, Divan-ı Ədalət İdarədə, nə bilim, Divan Bazirəsində filonda işləyibdir, bir calib məlumatı vardır. Biz istəyirik bundan danışaq. Amma mövzu hələ bizə o qədər aydın deyil. Nə edirik? Gəlirik, bir də adamlarla ki, ixtilasa görə vəkildir, ya şurayı şəhərli yerdə bir adam ki, ixtilasa görə bir məlumatı vardır. Onu taparıq, onunla onu dəvət edərik, ya gedərək onun yanına, ya o gələr bizim işlədiyimiz yerə.
Bu adamla danışaq ya telefonla danışaq uşaqlar. Əsl ixtilas nədir? Yəni bəzən tənbəl adamlar gedib kitabxanaya müraciət eləməzlər. Beləsi deyim. Gedib arşivlərə də baxmazlar. Mətbuatın arşivinə görürlər ki, ixtilas nədir? Bunlar ən sadə yolu budur ki, gəlirlər bir dana ya iki dana adam taparlar ki, ixtilasa görə bir şeylər bilir, onları gətirirlər, danışdırarlar. Mövzunun üstündə, hədəfin üstündə ki, qanunu dövlət niyə dəyişdirmiş ki, eləyə bilək buradan sistemi bağlayaq ixtilasa. Bunun üstündə danışdırırlar. Bunun içindən sualları, zehnlərini açırlar. Sualları çıxır, bir şeylər bilirlər, eləyə bilirlər. O adamla ki, danışacaqlar zədəli bəhs eləsinlər. Müsahibə bir növ zədəli bəhsidir. Zədəldir. O deyir, yox, sən deyirsən, hə. Yəni, iki dana əsl ittifaqən yazıblar ki, bəzi yerdə, mən indi bunu da silməyə məcbur olacağam. Bəzi yerdə yazıblar ki, müsahibə bazculuq deyil. Müsahibə bazculuq deyil. Bunu danışacağıq ki, bazculuğu ki, idarə ittilaat, polis, dadgah eləyir, bunların hamısı müsahibədir. Müsahibədə hədəf var. Hədəfə yetişmək üçün neçə dana yolumuz var. Hədəfə yetişmək üçün yol çoxdur. Amma o yolların biri müsahibədir. Biri təhqiqdir. Biri məsələn şəvahiddir. Ondan sonra əslində diqqət eləsəz görürsünüz ki, hədəfə yetişmək üçün çoxlu yollarımız vardır. Şimdi biz ondan gedərik, o hədəfi ki, yazarın zehnindədir, ona yetişmək üçün bu yoldan istifadə edərik. İndi, müsahibə bunların içində ən mühümüdür. Çünki əlbəttə şəvahid də mühümüdür. Elmi müsahibələrdə, ictimai elmi müsahibələrdə şəvahid baxın, neçə yerə bölünür? Məsələn, filmidir, sənət əl yazıdır, ya hər halda imzalı bir sənətdir. Ya məsələn, barmaq izidir, ya DNA izidir. DNA. DNA izləridir, yəni DNA özü izdir. Ya bir tükdür, ya bir ağız suyudur ki, gəldə bunlar adamı məsələn aparır, getirir bir dana bir şeyə. Yəni, hər şeyi ki, eləyə bilər bizə sənəd olsun da. İndi, azımayışgahlardır, qan azımayışgahıdır. Nə bilim, müxtəlif azımayışgahlar ki olur. Ya elmidə, məsələn, nə bilim, elektronikdə, filanda zətdə özlərinin bir prosesi var da azımayışlar üçün. Və təhqiq üçün. Təhqiq üçün bunlar şeydir, onlar da şahidləridir. Onların üstündən təsmin tuturlar. Bəs bu, bir şeydir ki, bizdə xəbərniqarlar olaraq bunları əl gətirmək haqqımız vardır və danışıb qalıb cəsarətimizə axtarıb onları tapmaq lazım. Amma ictimai elmilərdə bizim bu üç dana varımızdır. Müsahibə, müşahidə. Təhqiq özü şey olur. Yəni, özü təhqiqdir da. Təhqiqin əbzarları təhqiqin yolları biri müsahibədir, ictimai elmilərdə biri müşahidədir. Müşahidə bundan ibarətdir ki, məsələn, istiruq görək ki, məsələn deyirəm, Təbrizdə çıraq qırmızıya ehtiram qoyurlar ya yox.
deyirik ki, mən axşam saat məsələn trafik zamanları filan saatdan filan saata, filan saatın çaharrahda olacağam. Maşınlar içi geçirlər, onları sayacağam. Qırmızıdan geçənləri də sayacağam. Görüm ki, necə olur. 2-3 nəfərə gedirik ora. Hərəsi bir tərəfdə durur, maşınları sayırlar. Neçə maşın geçdi. Əlbəttə, çoxlu buradan təhqiqat olar. Bundan çox şey çıxar. Mən onlara geçmirəm. Deyirik ki, maşınları sayırıq. Hangisi qırmızıdan geçdi, bizə onlar mühümdür. Baxın, məsələn, 10.000 danadan, 1000 danada, 500 danada, 100 danada bir maşın geçdi. Məsələn. Bu müşahidədir. Ya məsələn, gedirik, deyirik ki, məsələn, bunu özümüz elirdik. Gedək danışgahın kitabxanasında oturaq, uzaqdan fikir eləsinlər də biz ya bir şey oxuruq falan, bilməsinlər. Görək ki, bu adamlar nə oxurlar? Ya məsələn, gedək bunların kartı kitablarına baxaq, görək ki, bir dana danışçu danışçılıq dövrəsində hangi kitabları danışqahda oxuyubdur, ya alıb oxuyubdur. Təbiətən danışqahda bilirsiniz, kitabları alıb oxumaq bir şeydir, kitabxanadan özün götürüb oxumaq bir ayrı bir şeydir. Kanadada da o cürdür. Kanadada məsələn, ümumi kitabxanaların girirlər içinə insanlar qəfəsələrin dibində otururlar yerdə, kitab oxurlar. Hər kəsən götürür, baxır, qoyulur. Sonra da ora kitabxanaların yazıqlarının işləri budur, gedib kitabları ki, yerlərindən çıxıb tapalar, qoyarlar yerlərinə. Və bəzən də çox çətin olur. Müşahidə, dedim, 2-3 dana misal verdim, ictimaiyyətdə çoxdur, iqtisadiyyatda da çoxdur. Ki, görək, məsələn, insanlar nə cür alver edirlər. Məsələn, deyil. Gedirik bir dana bəqqallar ya bir supermarketdə dururuq, görək ki, insanlar nə cür filan cinsi seçirlər. Bir cinsi seçmək üçün midaklarına baxırıq, görürük ki, bunlar nə cür rəftar edirlər. Bu, müxtəlif şeylərdən misalları çoxdur. Amma bunlardan ən mühümü, çünki də biz o müşahidələrdə bilmirik bu insanların içində nə geçir. Musahibə o şeydir ki, bizi insanların içine aparar. İttifaqən musahibə təhcə bir əbzardır ki, eləyə bilər bizi insanın zehninin içine musafir eləsin. Biz girə bilək adamın zehninin içine, heç olmasa birazın. Yəni bu adam mümkün zehninin %90'ını bizə aşmıyor. Amma %10'una biz girə bilirik. Təhcə əbzarı ki, elmi vəsilədə eləyə bilər bizi insanların düşüncələrinə, baxışlarına, cəhanbinilərinə, fikirlərinə, ehsaslarına, duyğularına apara nə müşahidədir? Biz eləyə bilirik sinemada baxaq görək ki, insanlar məsələn bir dana filmə baxanda ağızları, üzləri, gözlərinin qərniyələri, bəbəyi, yəni ondan sonra bunların əllərin, ayaqların hərəkəti nədir? Məsələn, bir dana maşın sürətindən gedir, körpüdən düşəcək. Bunlar onda aşırlar o üzvüzə, nə bilim, əllərin tərpədirlər, qışların tormuz kimi tutublar, nə edirlər? Yəni bunları gözlərində ya ağızların, büzürləri filan, rəhman bunları görə bilirik. Amma içəridə nə getir onu bilmirik. Hangi təcrübələri var onu bilmirik. Ki onun üstündə belə bir şey geçiyor. Bunun üçün biz eləyə bilirik müsahibədən istifadə. Müsahibə eləyə bilər bizi aparan insanların siyasi, ictimai, elmi, tarixi, ideolojik, hər sahədə əxlaqi, cinayi, hər sahədə eləyə bilirik ki, müsahibə ilə, diqqət ilə geçsək, hədəfli müsahibəmiz olsa, eləyə bilirik insanların beyninə girək və onu oradan çıxaraq. İttifaqən o müsahiblər, yəni müsahibə eləyənlər ki, eləyə bilərlər, dərin girələr insanların zihninə, onlar şeydirlər. Ən yuxarı səviyyədə olan müsahibə eləyənlərdirlər ki, normalda insanları tanımağa tərəf gedə bilərlər. İnsanın rəftarını da müşəxəs edirlər. Pəs müsahibəmiz yerə hədəfdar olsun, o hədəfdar olmaq sonra işte ondan sonra soruları yazırıq. Dedim, indi bir müsahibə elədik öncül, bir adam çağırırıq, ondan bir məlumat alırıq, ondan köməklik alırıq. Hətta ona deyirik ki, biz çox filan kəslə müsahibə eləyək bu mövzuda.
Səndən istirik bizi köməklik eləyəsən. Yaxşı suallar qoyaq, yaxşı alaq. Yaxşı oradan söz çıxaraq. Təbiətən bunu hazırlıq ki, dedim o 7-8 mərhələ necə də 8 mərhələ olur da öncül müsahibədə bizi çox hazır elər. Gedək o adamın qabağında. Nə elər? İndi biri də budur. İndi o 8 danıya bunu əlavə edin. Öncül müsahibədən sonra bu da 9 təxəyyül. İndi bunu mən niyə farsça yazıram bilmirəm. Bunu farsça yazmalı. Ehtimali cavabları təxəyyül. Mən buraya təxəyyül edəsəm, bunu ünlən yazsam daha yaxşı olar. Təxəyyül etmək ya zənn etmək. Zənnində beləsi mənzərəsi. Zənn etmək. Yəni nə mənə? Yəni, müsahib, yəni o xəbərnigardır, yazardır, mühəqqqiqdir. Bu adam gərək ehtimali cavabları o hədəfdə olan sorulara indi 5 dana, 10 dana, 20 dana, 50 dana, 100 dana soru olacaqdır. Qalıbdır zamanı ki, müsahibəçi bizə veribdir ki, biz ondan müsahibə edə biləq. O sorularımıza ehtimali cavabları gərək həbs bıraq. Çünki dedik, sual düşüncənin yarısıdır. Biz bu adamın fikirlərini indi bilirik. Yəni, məsələn, o adam ki, dedik, ondan müsahibə edək, onu da getdik eyni vəziyyətdə axtarış elədik. Diqqət buyurun, burası yadımdan çıxdı. 10-incisi budur pəs, suallardan qabaq. O adam ki, bizim gedəcək, yəni, bəlkə 7-incisi budur. Da yerlərini siz dəyişərsiniz. Budur ki, o adamla ki, gedəcək, müsahibə eləyək ki, seçdik bu adamı gedək, müsahibə eləyək, onun üçün də öncül bir müsahibə qoyduq. Bu adamın gedərək üstündə həman təhqiqləri elərik. Kimdir? Nətidir? Necə düşünür? Nələr mövzu haqda bilir? Yəni, əvvəl gərək ki, bu adam özü kimdir? Ona görə seçək ki, bilmişik, seçmişik. Nətidir, işi nə qarədir, bu ixtilaf məsələsi ilə nə qədər ilgidədir? Onun üstündə yəni bir uzman seçirik da. Gərək yox ki, bu kimdir uzmancı? Nətidir? Yəni, o bir adamı seçək ki, uzmandır. Atom məsələsində. Amma biz gedək bundan ixtilasa görə soruşaq. Tamam, iştiba eləmişik. Elə bir adamın sərətanı vardı, biz getmişik ona baş ağrı davası veririk. Heç şey deyil. Necə düşünür mövzuda? O mövzuda mütəqqidə ixtilas olur, olmur, nədir olur, necə olmur, filan bunları gərək düşünək. Mövzumuzun haqqında nələr bilir? Yəni, nə qədər məlumatı var bizim mövzumuz haqqında? Bu adam gərək bizim mövzumuz haqqında nələr bilir? Onun üstündə biz bunları, adamı, uzmanı seçdik, bu fərqi oldu da gördünüz. Uzmanı seçdik, indi uzmanın o şəraitinə seçdiyim üçün gərək həd sıvıraq, zənn eləyək ki, cumanımızda gətirək ki, bu adam bu suala, məsələn, soruşur ki, ixtilasın olmasının və ixtilasın olmasının qanuni səbəbləri nədir? Yəni, qanunda nə iradlar vardır ki, ixtilas olur? Biz gərək həd sıvıraq ki, bu adam bizə deyəcəkdir ki, qanunda işgal yoxdur. Ya deyəcəkdir ki, qanunlar müdürlərin əllərini açıq qoyub ki, büdcəni harada işlətsələr eləyə bilərlər. Qanun müdürü sorğuya çəkmək imkanımız yoxdur. Qanun icazə veribdir, müdürlər
səlah görsünlər. Səlah gördükləri yerdə büdcə ilə oynaya bilərlər. Ya bir de bir şeyler bize bilirdik. Hepsi burada yok. Onun yüzünden sorularımızı kalan sorularımızı onun üstüne soruşacağız. Yani sorularımızı o hədslərin üstünde tənzim edəcəyik. Çünkü bu adamı biraz tanıdıq da. Bildik ki, bu o ixtilasdan difa edir, ixtilasları ya ziddinedir, ya qanunla falan deyil. Onun üstünde bunun cevaplarının hepsi burada yok ki, bu adam hangi tərəfə baxışı var, sualları o tərəfə. Ama öz hədəfimiz haqqında. Yəni, xəbərnigar hədəflidir, yazar hədəflidir, düşüncəlidir. Düşüncəsi ilə deyir ki, mən istəyirəm müsahibəni buradan başlayam, əlifdən başlayam, aparam, burada qutaram. Ya əlifdən başlayam, burada qutaram. Amma bunun əslində mümkün də 50 dana sual soruşam. Bəlkə belə ola bilər suallar. Baxın, sualı soruşar, beləsi olar, amma bunun üstündə gedir. Yəni, baxın, gərək beləsi gəlsin. Yəni, aşağı yuxarı ola bilər, ayrı bir sual soruşa bilərəm, o adam qaça bilər falan, amma nəhayətdə gərək bu elə, gələ, budur, tutara. İndi, elmi təhqiqdə deyir ki, fərzi qoyuruq, elmi təhqiqdə fərzi ya fərziyyəni qoyuruq ora, ortaya bir fərz qoyuruq, bir fikir qoyuruq ki, bilmirik düzdür ya qələtdir. Elmi təhqiqdə istəyir, axirdə yetişir ki, bu düzdür, biz düz fikir elirmişik. Ya yetişir ki, biz qələt fikir elirmişik, belə deyil. Müsahibə də dəqiqən belədir. Biz hədəfimizi qoyuruq, mövzumuzu müşəxəs edirik, gedirik adamımızın yanına, onunla müsahibə edirik, yetişirik bu yerə ki, biz düşündüyümüz düzdür. Oxucularımız da oxuyandan sonra onlar bilmirlər biz hangi prosədən getmişik. Onlar nəticəni görürlər. Oxuyanda da dəqiqən adamlar bilirlər ki, biz savadlıyıq. Yəni biz mütaliə eləmişik. Məsələnin ətrafında düşünmüşük. Məlumatımız var imiş. Adama icazə vermirik qaçsın. Buradan başlamışıq, burada qutarmışıq. Adam bizlə bu oxucular bizlə, bu yazı ilə müsahibədə huzurlar var. Hətta, diqqət buyurun, hətta əgər bu müsahibə doğru düzgün yazılırsa, doğru düzgün gedilirsə, bu müsahibəni oxuyan insanlar eyni bizə tay başlarlar düşünməyə. Bizə tay soru soruşarlar, bizə tay cavab istərlər və bəzən bizim sorularımıza görə bizə tohin elərlər, təhqir elərlər, deyərlər, bu sualın yeri dəyildir, gərək bu sualı soruşaydı. Bu sual qalar və bu zehnləri açar. İndi, bəlkə bizim fərzimiz rədd oldu, biz iştibah eləmişik, tamam, iştibah eləmişik. Buradan elmi müsahibə. Müsahibə də həqiqət bir növ, dedik, həm elmidir, həm də ki, bu işi görməliyik. Və vaqiyyət budur ki, bir yazar ya bir müsahibə eləyən elmi bir iş görür. Bir müsahibə eləyən elə gözümü açıb bir müsahibə eləyim eləməz. Məsələn, fərz edin ki, mən təyyarada buradan gedirəm Amerikaya. Bir saat yolum vardır. Oturmuşam. Bir onu görürəm ki, yanındakı bir adam, məsələn, vəzirdir ya. Məsələn, deyək ki, ayı döktür mürididir. Döktür Riza müridi. Döktür Riza mürididir. Mən bağışlayın, Türk ilə farsını qatışdırıram bir-birinə. O, əl-adət elədir. Döktür Riza müridi nədir? Vəzir-i Amuzəşi alidir. Ontario eyalətində Kanadada, Ontario məmləkətində Kanadada nümayəndə-i məclisdir və vəzir-i məsələn sənayi. Yanımda oturub bir saat gedəcəyik. Abi də Riza müridi çox zirəkdir. Normalda icazə vermir sən sual soruşasan. Çünki bir axı mütəxəssisdir. Həm də siyasidir, həm də nümayəndə məclisdir, həm də
dövlətdə 2 dənə vəzir, özə vəziri ulum, təhqiqat, ulumu təhqiqat. Təbiətən bu adam bilsə ki, siz kimsiz, əvvəl başlayır sizlə salam əleykidən başlayır. Qoymayacağım bu adam dövlətə görə məndən sual soruşa zehnində. Çünki bilir, məsələn, mən xəbərnigaram, İnsaf Əli Hidayətə bir-birimizi tanırıq. Deyir ki, mən bu adamı, İnsaf Əlini distract edəcəyəm, yəni zehnini çevirəcəyəm. Bu işi üstündə gördüyü üçün deyirəm, amma. İnsaf Əlini distract edəcəyəm, zehnini çevirəcəyəm, zehnində müzahimət icad edəcəyəm, məndən sual soruşub, məndən bir şeylər ala bilməsin. Bəlkə bu adamı bir növ yozdurum, uzaqlaşdırım soru soruşmaqdan. Gəlib qoltuğuna qarpız verəcəkdir ki, bu işi gördü və məsələn, biz 1 saat bir yerdə oturmuşduq. Mən ondan fürsət eləmədim sual soruşum, o məndən sual soruşdu. Əslində o xəbərnigarlıq elədi, mən cavab verdim. Mən də əlbəttə söyünürdüm ki, bu adam bilsin ki, biz nə düşünürük. Onun üçün Dürküzar, məsələn, Muridi nə soruşurdu, ona cavab verirdim. Ta o mənim baxışımla ya bizim milli hərəkətin baxışı ilə ya İrandakı Azərbaycan məsələsi ilə tanış olsun. Bəli, orada o adam məndən müsahibə elədi bir saatın içində. Azərbaycan milli hərəkətinə görə, nə bilim, fulana görə, bəhmana görə danışdılar nə qədər bu məsələdə ilgidədirlər, mühəqqqiqlər nə qədər. Yəni bir çoxlu sorular sordu ki, bir hədəfdən başladı. Hədəfi buydu ki, mən ondan soruşmayam. Amma bir yerdən başladı, bir yerdə müsahibə qutardı və biz durduq, getdik. O bir məlumat ikisində ələ gətirdi. Həm bir dövlət adamı olaraq, yəni Ontario dövləti zaviyəsindən baxır da o. Yəni o bir xəbərnigar kimi baxmır ki, və hətta orada bir şey kimi də baxmır. Bir ustad danışlar kimi də baxmır. Orada bir dövlət adamı, nümayəndə məclisdir, ya vəzirdir və bu məmləkətin mənafi ilə ilgilidir, onun gözü ilə baxıb bu müsahibəni edir və sonunda bir yerə çatır. Nəhayətdə biz yerək müsahibədə müşəxəs edək, nə istirik? Onun üçün bir də təhqiqat eləməliyik. O təhqiqatdan sonra da bir dənə müsahibə piş şərt eləməliyik, yəni öncül bir müsahibəmiz olmalıdır, heç olmasa. Ondan sonra sorularımız və sorularımızın da cavabların təxəyyül edərək soruların davamın bir şey eləməliyik ki, biz bir nöqtə necə durur. İndi deyirlər ki, xəbərnigar gərək bazıcı olmaz. İndi bu bir ayrı bəhsdir. Bunu deyəcəyik ki, bazıcılıqla şeyin nə fərqi var. Xəbərnigar niyə gərək əvvəl bazıcı olmuyor? Əvvəl bunu mənə deyək. Niyə İranda bunu öyrədirlər ki, xəbərnigar gərək bazıcılıq eləmir? Bazıcılıq budur ki, biz bir nəfərin istiruq görək ki, bir cürm eləyib yox. Niyə gərək biz bazıcılıq eləməyik? Əvvəl bunu. Çünki müsahibədir. Bir növ teknikdir. Bazıcılıq, teknik, müsahibə teknikidir. İndi bazıcılıq bilirsiniz, 2 cürədir. Onlar ki, zindana düşüblər ya ittilaata gediblər. Bilirlər, bazıcılıq 2 cürdür. 1, kətbi, 2, şəfahi. İndi kətbinin də hər sualının cavabının axirin imzalamalısan, şəfahini də bir nəfər soruşacaq səndən, yazacaq, sonra səndən hər sualın axirin imzalayacaq. Yəni bu mənimdir. İndi bu bazıcılıq. Bazıcılığın rəvəndi beləsidir. İndi ola bilər bazıcılıqda adamı vuralım. Xəbərnigarın ya elmi müsahibənin işi bu deyil ki, birini vuralım. İşkəncə edir. Əvvələn dünyada bu qədəğandır. Hətta İranın özündə də qədəğandır. Sən ya gərək elmi şəkildə şəvahidin, dəlilin ola, polissən, hər şey imkanı sənin əlindədir. Görəsən ki, bu cürmü eləyib ya yox. Əgər şəvahidin var da, əksin var, filmin var, barmaq izin var, nə bilim, qan izin var, tüpürcə izin var, DNA izin var, hər nə mənə var. Şahidin vardı, filanın vardı, gətirecəksin, deyirsən, bu adam bir şey, bunlar deyirsən, bu işi görmürsən. Adam da inkar edə bilməyəcəkdir.
Elmi şəkildə aparacaqsın mövzusunu qabağına. İnkar edəsə bir şey eləməsən, bunu vurmayacaqsın. Daha deyəcəksən, bu adam inkar edir, amma bu bunun barmaq izi, bu da bunun tükü, bu da bunun DNA-yi, bu da bunun fulanı. Bu adam bu cürmü ya bu cinayəti eləyib. Vurmayacaqsın, döyməyəcəksin, yandırmayacaqsan, şikəncə eləməyəcəksən, əsla. Tohin də eləməyəcəksən. Dünənləri bir video gördüm, çox israrcı, çox narahat oldum. Yəni, iftizah vəziyyəti. Kamyondarlar etisab ediblər, sağ olsunlar. Milli düşüncələri var. Bir kamyoncu yük vurubdu, gedir, arvad-uşağını çörək çıxartmaq üçün. Birində ayrı kamyondarlar ki, quldurdular və çoxluqdadılar. Tökülüblər bu adamın üstünə ki, sən qapını aç, biz səni qapını içəridən aç, biz səni yendirək yerə döyək. Adam şüşəni biraz verib əşağıya, o birisi ranəndələrin ikisi çıxıblar üstə, deyirlər ki, şüşəni çək əşağıya, mən səni əlin salıb içəridə bunu vurur. Şüşənin açığından vurur. Adam da, ağa mən ləxirəyi vurmuşam da, bağışlayayım filan bəhman deyir, amma bu ranəndə, o birisi ranəndəni vurur ki, sən niyə yük vurmuşsan, bir də yükü, bu şüşəni çək əşağıya, qapını çək, aç ki, mən səni döyüm. Bu millət belə bir baxışla 100 ildən sonra da demokratik bir məmləkət quranmaz. O roşənfikir ki, iftixar edir ki, belə bir hərəkət İranda gedir, o əslində Cumhuri İslamidə də belə idi. Pasivanları öldürənlər ikicildilər, dedilər, pasivanları, nə bilim, savaçıları öldürürük. Onlar bu günləri bu hökuməti bu yerə gətiriblər. Sizin də bu günləri pasivanları, savaşçıları öldürənləriz həmanlardılar ki, o ranəndiyə deyir ki, sən şüşəni çək əşağıya ya da düş əşağıya, mən səni öldürürüm. Bizim haqqımız yoxdur bazı. Bazıcılıqdan mənzur əgər, bazıcılıqdan mənzur, diqqət buyurun. Bazıcılıqdan mənzur əgər, fişarı rəvani, fişarı fiziki, şikəncə, tohin və təhqir olursa, bu qeyri-qanuni, qeyri-əxlaqi, qeyri-insani, zidd-i hüquq-i bəşər, zidd-i qanun əsası İran hətta bir rəvişdir. Bununla alınan etiraflar, mühakimələr, məhkumiyyətlərin hamısı batildir və hamısı vəbaldır. Vəbali gərdən boyunlarının bu üstündə o zindaninin günahının, onun ailəsinə gələn günahların hamısı onun boynunda. Pəs, bazıcılıq əgər ibarətdir. Tohin, təhqir, şikəncə, bu qeyri-qanuni, qeyri-əxlaqi, qeyri-insani, zidd-i hüquq-i bəşəridir. Amma əgər bazıcılıq, dedim, baxın, diqqət buyurun, bazıcılığın üstündə şikəncə var, bazıcılığın üstündə tohin var, bazıcılığın üstündə təhqir var, bazıcılığın üstündə ac saxlamaq var, susuz saxlamaq var, göydən aslamaq var, vurmaq var, döymək var, yandırmaq, hər nə ki bazıcılıqda var, hətta fişarı rəvani adamı tək qoyurlar, qaranlıqda saxlayırlar, işıqda saxlayırlar gecə gündüz. Mən 84 gün işıqda qalmışam, yəni gecə ilə gündüzün fərqi olmayıb mənə. Tamam? Bu şəraitdə bu bazıcılıq şikəncədir. Pəs şikəncə ilə müxaliflik elmi də bir şey deyil, ola bilməz. Amma əgər bazıcılıqdan ibarət, mənzur, tekniki sorular, əgər bazıcılıqdan mənzur, tekniki və təxəssüsi sorulardır isə, onda bu bir dənə elmi yoldur. Cürmü, cinayəti ya bir dənə məsələni aşkar edəmək üçün. Niyə biz bu elmi yolun imkanlarından müsahibəmizdə istifadə eləmirik? Mən fikir edirəm ki, əgər bir dənə teknik var, elmi teknik, rəvani teknik hətta ki, bir nəfər gizlədir ki, mən oğurluq eləmişəm, ya bir nəfər gizlədir ki, mən xalqın malını yemişəm, ya bir nəfər gizlədir ki, mən ziddi əxlaqi bir iş görmüşəm, ya bir nəfər gizlədir ki, mən bir insanların haqqına təcavüz eləmişəm, bir nəfər gizlədir ki, mən ixtilas eləmişəm,
gizlədir da, eləyib bu işi məsələn, ya şək gelirik eləyib, zənnimiz vardır ki, bu işi görübdür. Bunun üçün bu adamdan sorular soruşuruq. Soruların içində gəlirik, geçirik bura ki, bu adamın nə qədər rolu ola bilər. Bəlkə də bu adam çox zirəng olar, bizi toğlar. Ki, normalda da belədir. Yəni, məsələn, İranda o adamlar için cinayətləri, əlbəttə dünyada da bu cürdür. Yəni, dünyada bilirsiniz, bu cinayətkarların zaten bir çoxunun qoysaydılar, yaxşı vəzir, yaxşı rəis cumhur olardılar. Çünki bunlar dəqiqən o qədər gücləri, şücaətləri var ki, bir rəis cumhura ehtiyacdır. Bir müxtərəyə mühtacdır. Deyirlər ki, Amerikanın xəzanəsinin, qızıl xəzanəsinin qapısını açmaq üçün ki, nə qarinlikdə bir qapıda Allah bilir, bir dana oğru, bu qaz vardı, bir od yandırırlar, qaz kimi, ondan dəmiri dəlirlər, kəsirlər. Onu ixtira edən bir dana oğrudur. Amma banki mərkəzinin qapısını kəsmək üçün o qalin qapının ki, rəmzinə bağlanır, o qazı ixtira edib ki, onu da kəsir. Nəvətdə, tonda, qızıl aparıb neçildə tutula bilmir. İndi, həs bizim müsahibəmiz əgər insanlığına ehtiram qoymaqla gedirsə ki, müsahibə bundan ibarətdir, təhqir olmayacaq, tohin olmayacaq, fişari rəvani olmayacaq. Əlbəttə, bir miqdar fişari rəvani hər şeydə olar. Yəni, məsələn, elə bir məmuli müsahibədə bir nəfəri çağırırsan, gəlir televizyona, ya radioya, ya sizin ofisinizə, bu adamda bir stres var. Bir qorxu, ya bir nigerançılıq var, bir rəvani fişar var. Amma bundan əlavə, yəni həmdən bir fişari rəvani gətirək ki, bunu deməsən səni eləyirlər, amma bu təhdidlər, fişari rəvanilər ya bunu bir abrıva aparıram filan bəhmən, bunlar olmayandan sonra elmi bir müsahibədir, teşnişlərindən biz istifadə eləməliyik, bazıcılıq kimi bir itilat almaq üçün. Amma dedim, bazıcılıq mənası ilə müsahibənin mənasının fərqi var və bazıcılıq da qədəqan, qanunən, əxlaqən, şərən, hürfən, qanunən ziddi hüquq bəşəri bir rəftardır. Pəs müsahibədə bizim keçmişlər mühüm deyil, hədəf mühümdür. Yəni, indi bu ola bilər, məsələn, onda aya hipnotizm əsasında olan müsahibə düzdür, düzdür. Bu teknik düzdür. Biz bu teknikdən istifadə edə bilirik müsahibəmizdə. Eləyə bilirik, bir iddə insanları hipnotizm eləyək, onlardan istədiyimiz məsələdə sorularımızı soruşaq, cavablarımızı alaq, cavablarımız da %90'ın orada qəbuldur. Hipnotizmdə də bir iddə insanlar eləyə bilərlər ki, bir iddə bir şeyləri gizləsinlər, bunu bilirsiniz. Pəs biz bazıcılıqdır, məmuli müsahibələr, dedim, müsahibənin mənasını gərək dəyişdirək, çünki müsahibə qələtdir anlamı bizdə İran məntəqələrində müsahibənin mənası qələtdir. Amma ondan sonra tekniklər üçün müsahibə teknikləri, ənvai müxtəlif teknik müsahibələr vardır. Gələn həftə bunu mən deyərəm, elə burada da yazdım ki, gələn həftəyə mən bunu teknik müsahibə teknikləri üstündə danışım. Tamam. Gələn həftəyə, yəni gələnki cələsiyə müsahibə teknikləri üstündə danışarıq. Ondan sonra görürük ki, biz tamami tekniklərdən həddimiz vardır ki, doğru məlumatı ələ gətirmək üçün istifadə edirik. Çünki elmi yoldur və insanlara da hörmət qoymaq yoludur, icazələrini də alır. Yəni bir nəfərdə consent deyirlər, yəni icazə, bu müsahibə icazəsi. Bu çox mühümdür. Bunu burada deyim, bəlkə bir zaman danışacağıq. Yenə də bunu da yazım. Burada yaxşı. Yəni bu tekniklər, istəyirəm dərslər yadıma düşdürsən, onlar üçün mühümdür və İranda dərs deyilmir. Bunları sizə deyəm.
icazə almaq çox önemlidir. Dünyada, xüsusən məsələn, mən Kanadada yaşayıram indi. Kanadada belədir. Mən bir jurnalistəm və əkkasam. Ya mobilum yanımdadır, bunu götürürəm, gedirəm xiyabana, görürəm bir dənə orada. Məsələn, parçıdır, ya bir dənə xiyabandır, çaharraqdır. Orada dururam, bir dənə əks salıram. Məsələn, mövzu bir ictimai məsələdir. İstəyirəm onu görsədən, bir dənə oradan əks salıram. Buradakı adamların ki, üzü görsəniz, onların konsenti ya icazələri almalıdır. Həm də kətbi. Şəfahi də olar əlbəttə. Bunların icazələri almalıdır. Almasa mənim həqqim yoxdur bu adamın əksini salam ruznamədə, veb-saytda deyəm ki, şeydir, mən xəbəriniz var, amma azadi ittilaat var. Yox, sən azadi ittilaatın var, amma azadi ittilaatın yoxdur. Əfradın, məlumatın onları olmadan yayasan. Əfradın məlumatı budur ki, mənim əksimi sənin yaymaq haqqın yoxdur. Sən necə mənim əksimi yaya bilərsən ki, mən orada icazə verməmişəm. Bəlkə mən istəmirəm, məsələn, biri bilsin, harada yaşıram. Sən bu əksi yaymaqla məni yayırsan ki, harada yaşıram. İkim desə, mən istəmirəm, biri bilə mən diriyəm. Sən bu əksi yaymaqla məni tanıtdırırsan. Və mənə zərər verirsən. Mali zərər, əmniyyət zərəri, cani zərər, ruhi zərər, rəvani zərər. Mən, məsələn, İrandan qaçmışam, gəlmişəm, bir yerdə gizlənirəm, sən bir daha əksi almışsan, mən oradayam. Bunu heç kəsə tanımasa, bir nəfər mümkündür tanıyam. Demiyor xanımı tanıdı, amma bir nəfər tanıdı. Tamam, mənim işim vardı. Bu consent, yəni icazə olmasa, Kanadada bir nəfərin əksi düşsə, ruznaməyə, veb-sayta, weblaqa 2 milyondan 4 milyona qədər dadgah hökm verir. Yəni, yap azı 2 milyon, 4 milyonda yap yuxarısı. İndi sənin dimən var, bunu versin. Yoxundur. Nədir təmin edəcəksən? Və diqqət buyurun. Bu 2 milyondan 4 milyon o haldadır ki, məsələn, burada normal işləyənlərin, aşağı işləyənlərin gəliri saatı 11 dolar, ya 12 dolar deyə xələn, 12 dolardır saatda işləyir. O ilə ki, məsələn, bir dənə idarədə işləyir, hududən 25 dolar. Hududən. Yuxarılarda saatı indi, məsələn, bir vəkil olsa, məsələn, saatı 1000 dolara da işləyən var. $5000 dolara da işləyən var. Vəkillərin içində. Amma məsələn, ya dövdür, deyək ki, saatı istəyir 80 dolara. Bir dənə diş götürür, saatı işləyir 1000 dolara. İndi diqqət buyurun ki, 1 milyon dolar görün nə qədər puldur. Və bu 1 milyon doları vermək, yəni bir ömür orada bu məsələ ilə şey olmaq. Və fikir eləməyin ki, dünyada milyonerlərlə doludur. Kanadada məsələn milyonerləri saysanız bir neçə milyon, neçə yüz nəfərdən izafə deyil. Yəni o adamlar işi deyə bilərlər bizim adam bahçədə ev almamaq, ev özünü bəlkə bancıdır. Yəni bancıdan alıb tuta, onun pulunu verə 100 il çəkər onu versin. Ayda fikir eləyin ki, məsələn bir dənə adamın 6000 dolar gəliri var. Bir dənə 1 milyonluq ev alıbdır. Bundan deyək ki 4000 ayda versin banca. 4000 ilə bu 1 milyonu cəcinlə qutarasın. Bunun hələ deyək 800 mini fəqət bancın olsun, 200 min ilə veribdir. Yenə də hesablayın görün ki, neçə ilə tikir. Mən hesabladım, məgər mən 40 il diri qalsam, bəlkə evin icarəsini verirəm, qutarar. Özdə mənim aldığım ev, məsələn, çox ucuzdur. Yəni, çox ucuzdur. Yəni, indi əslən o qiymətdə ev yoxdur. Amma 40 il olar. Mənim də indi 53 yaşım vardı. 40 il istəyən bunu verəm, onlar 90 yaşım, 95 yaşım. 95 yaşımda mən bu evi neyinləyəcəm, Allah xeyir versin. Hər halda, indi istəyəm bunu deyəm ki, buna görə ki, o cür bir əxlaqi, qanuni polisiyə düşməyək ki, orada gedək, məhkum da olaq, belə pul vermək üçün, İranda bir təəssüfləri görürsün ki, bir dənə qızla oğlan xiyabanda savaşır, adamlar götürürlər, vururlar internetə. Bir-birlərindən pis sözlər deyilir. Özü kiçik uşaqdır. Cavandır, 17, 16, 15 yaşı var, götürürlər elə internetə. Əgər Kanada olsa, o adamlar milyoner olarlar. Kanada olsa.
Pəs biz məcburuq bir nəfərlə hər kəslə müsahibə edirik, gərək bilə biz müsahibə edirik. Gərək icazə alaq. Haqqımız yoxdur, gətirək oturaq bir nəfərin yanında. Məsələn, deyək ki, otobusla bir şəhərdən ayrı şəhərə gedib, bir nəfərlə oturmuşuq. Danışırıq, oradan, buradan danışdıq. Mən axırda gördüm ki, gözəl bir şeydir. Dedim, okey, mən gedərəm, bunu yazaram. Yazaram, çap edərəm. Mən haqqım yoxdur, o adamın adını gətirəm. Və hətta deyəm, hangi saatda mən o otobus deyilim, o otobus hardan hara gedir. Çünki ehtimalı var o adam tanınır. Ona görə ki, olmaya gərək ya bilindirməyək kimlə müsahibə eləmişik, ya da icazəsini alaq. Hər halda bu icazə məsələsində dedim, bir ayrı cələsədə danışacağım. Çox təşəkkür edirəm. Bir qısa aradan sonra ikinci bölümünə xidmətinizdə olacaq.